Əmi, bir nəfər vardı, cəmaət onu bətər təid edir. Nədir? Deyirlər ki, o qədər mömindir ki, Quran oxuyanda özündən gedir, qəş eləyir. Mən qəbul eləmərəm. Əmi, nəzr olsa qəbul eləyərsən. O dağın başında gedər oxuyar, qəş eləsə qəbulum olurum. Sağ ol əmi, Allah həqqi bətər adamsan. Sən bisavadlığı ilə çox qəşəng cavab verdin. Əziz binəndələr, Noruz əmim çox qəşəng söz dedi. Bir nəfərin istəsəz düzlüğün özünüzə sabit eləyəsiz, onun əməlinə baxın, nə dilinə. Çünki şeytan da eləyə bilər dili ilə özün məsum görsədə, amma əməldə kəm gətirir. Bir əməl kar bərayət, bir suxəndani نیست.